Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi. Mehdiyev işi, icra başçısı, baş redaktor saxlanıldı. Zəngəzur dəhlizinə qarşı yeni maneə. Rusiya bunu təklif edir. Ermənilərin Qarabağa qayıdışı ilə bağlı İrəvandan açıqlama. Ramiz Mehdiyevin Azərbaycanın ən ali ordeni olan Heydər Əliyev ordenindən və digər fəxri adlardan məhrum edilmə prosesinə start verilib. Prezident az saytında Ramiz Mehdiyevlə bağlı bütün məlumatlar silinib. Saytın axtarış sistemində onun adı üzrə sorğu verilərkən heç bir nəticə çıxmır. Saytın arxiv hissəsində Mehdiyevə Heydər Əliyev ordeninin təqdim edilməsi ilə bağlı 23 oktyabr 2019-cu il tarixli sərəncam və Prezident İlham Əliyevin ordeni şəxsən təqdim etdiyi videoda artıq açılmır. Adların geri alınması ilə bağlı sərəncam verilməsə də bu prosesin başladığını göstərir. Rəsmi sərəncamın məhkəmədən sonra veriləcəyi gözlənilir. Mehdiyev Azərbaycan Respublikasının ən yüksək dövlət tərtiflərinə sahibdir. Belə ki, o 2008-ci ildə İstiqlal ordeni, 2013-cü ildə Şərəf ordeni, 2018-ci ildə Şöhrət ordeni, 2019-cu ildə Heydər Əliyev ordeni ilə təltif olunub. Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev saxlanılıb. Telegrafın əldə etdiyi məlumata görə o, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. İcra başçısı ilə yanaşı qurumun bir sıra məmurlarının da saxlanıldığı bildirilir. Saxlanılan şəxslər mənimsəmədə ittiham olunur. Dövlət Təhlükəsizlik Xidməti Hürriyyət qəzetinin redaksiyasında əməliyyat keçirib. Əməliyyat nəticəsində Hürriyyət qəzetinin və Hürriyyət TV-nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb. Əməliyyat zamanı redaksiyanın ofisində axtarış aparıldığı bildirilir. Bundan başqa, Azərbaycan Demokrat Partiyasının qərargahında yerləşən Futbol Plus qəzetinin redaksiyasında hüquq mühafizə orqanları tərəfindən əməliyyat keçirilib. Əməliyyat zamanı qəzetin baş redaktoru Mahir Rüstəmli saxlanılıb. Futbol Plus qəzetinin baş redaktoru Mahir Rüstəmli sərbəst buraxılıb. Hadisə ilə bağlı əlavə məlumat veriləcək. Zəngəzur dəhlizi açılmasa, digər yolların açılmağının mümkünsüzlüyü önə çəkilirdi. Amma indiki mərhələdə Ermənistan daxilində də Zəngəzur dəhlizi ətrafında ciddi müzakirələr gedir. Erməni cəmiyyətində bunu dəstəkləyənlər və əksinə çıxanlar da var. Eyni zamanda region dövlətlərindən olan İrandan başqa Rusiyanın da buna qarşı çıxdığı müşahidə edilir. Əvvəl isə güya Zəngəzur dəhlizinin Rusiyaya lazım olması ilə bağlı iddialar səslənirdi. Hazırki məqamda isə bəlli olub ki, Rusiya heç də bunu istəmir. Kreml sözdə bunu istəsə də, özünün prosesdə rolunun olmasına çalışır. Bu sözləri Azərbaycanın sabiq Xarici İşlər Naziri politoloq Tofiq Zülfüqarov deyib. Onun sözlərinə görə Rusiya iddia edir ki, Zəngəzur dəhlizinin keçəcəyi ərazidə Rus əskəri dayanıb. Stat. Yəni, Ermənistan-İran sərhədi Rus sərhədçiləri tərəfindən qorunur. Demək olar ki, həmin bölgə tam olaraq Rusların nəzarəti altındadır. Əslində Ermənistan adından orada inzibati idarələrdən başqa heç nə yoxdur. Ona görə də bu heç də asan bir proses deyil. Sözsüz ki, Ermənistan müxalifəti və İran Zəngəzurdan keçən dəhlizə qarşı çıxır. İndi isə onların qarşısında tək Azərbaycan faktoru dayanmayıb. Dəhlizin açılması ilə bağlı bu ilin avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trumpın iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında əldə edilən razılaşma ilə əsas təminatçı ölkə Amerikadır. Ona görə də dəhlizin açılmasını istəməyənlər qarşılarında eyni zamanda Trumpı da görürlər. Zəngəzur dəhlizi Rusiya prezidenti Vladimir Putinin Trumpla danışığında da əsas müzakirə mövzularından biri olub. Bu isə icebergin görünməyən tərəfinin və daha çox bunu nəzərə almayanların proqnozlarını alt-üst etmiş oldu. Ümumiyyətlə, Rusiya bugün orta dəhliz layihəsinə özü üçün rəqabət yaradacaq bir marşrut kimi baxır. Keçmiş Sovet dövründə Zəngəzurdan keçən dəmir yolu xətti var idi. Avrasiya kommunikasiya xətləri də buradan keçirdi. Eyni zamanda Süveyş kanalından da mühüm keçid mövcud olub. Amma hazırda bu istiqamətdə bəzi problemlər ortaya çıxır. Rəsmi Moskva Arktikadan keçən kommunikasiya xətlərini Çin üçün təklif edir.
Bu halda orta dəhliz onlara lazım olmur. Amma bütün hallarda orta dəhliz mövcuddur. Sözsüz ki, orta dəhlizin genişlənməsi məhz Zəngəzur dəhlizi layihəsi ilə bağlıdır. Statın sonu. Ermənistan Azərbaycanla danışıqlarda ermənilərin Qarabağa qayıdışı ilə bağlı məsələ qaldırmır. Bunu Ermənistanın Hakim Vətəndaş Müqaviləsi Partiyasından olan deputat Arman Yegoyan məlumat verib. Xaçaturyan tərəfindən irəli sürülən təklif Qarabağdan köçmüş şəxslərin qaytarılmasının təmin edilməsini, Azərbaycan üzərinə məsuliyyət kimi qoyulmasını nəzərdə tutur. Ermənistan hökuməti və xarici siyasətə cavabdeh vəzifəli şəxslər bu anda Azərbaycan qarşısında belə bir məsələ qaldırmırlar, o deyib. Parlamentdəki müxalif Ermənistan fraksiyasının üzvü Artur Xaçaturyan bildirib ki, Avronis Parlament Assambleyasının İrəvanda keçirilən son sessiyasında hakim partiyanın deputatları onun müəllifi olduğu ermənilərin Qarabağa qayıdışını nəzərdə tutan təklifin əleyhinə səs veriblər. Qeyd edək ki, söhbət 2023-cü ildə Azərbaycanın Qarabağ iqtisadi rayonunu könüllü tərk edən erməni əsilli insanlardan gedir.